Şərur rayonunda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ərazi vergi idarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Tədbirdə mikro və kiçik sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər. Görüşdə vergi qanunvericiliyində və sosial sığorta sahəsində edilmiş son dəyişikliklər barədə sahibkarlar ətraflı məlumatlandırılıb, təqdim edilən vergi təşviqləri və güzəştlərinin biznesin inkişafı, xərclərin optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması baxımından faydaları izah olunub. 2026-cı ilin yanvar ayının 1-dən Naxçıvan Muxtar Respublikasına xüsusi vergi, gömrük və sosial güzəştlər paketi qəbul olunubdur. Və artıq 10 il müddətinə Naxçıvan sahibkarları, Naxçıvanda qeydiyyatda olan rezidentlər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Ümid edirik ki, çox qısa müddətdə biz bu güzəşt paketinin uğurlu nəticələrinin şahidi olacağıq. Vergi azad olmaları sahibkarlıq subyektləri üçün ciddi maliyyə yüngülləşməsi yaradır ki, bu da istehsal həcminin artırılması, yeni iş yerlərinin yaradılmasına, həmçinin kölgə iqtisadiyyatının azalmasına və biznes fəaliyyətinin daha şəffaf aparılmasına xidmət edir. Tədbirdə sosial sığorta haqqında Azərbaycan Respublikasının qanununa edilən dəyişikliklər də iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, yeni dəyişikliklərə əsasən Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət sektoruna aid olan istehsal, emal və hasilat sahələrində fəaliyyət göstərən sahibkarlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması nəzərdə tutulur. Bu mexanizm sahibkarların sosial sığorta yükünün optimallaşdırılmasına, onların maliyyə dayanıqlılığının gücləndirilməsinə və işçilərin sosial təminatlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradır. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Burada əsas məqsəd sahibkarların dəyişikliklər barədə məlumatlı olması, həmin dəyişiklikləri praktik olaraq öz fəaliyyətlərində tətbiq etməkləri ilə bağlıdır. Təbii ki, dəyişikliklər böyükdür, xüsusidir, Naxçıvana unikaldır. Bütün bu dəyişikliklərdən, bu güzəştlərdən bütün sahibkarlıq subyektlərini yararlanmağa biz dəvət etdik bundan sonraki dönəmdə. Heydər Məmmədov, xanım Rüstəmzadə, Səxavət Məmmədov, NTV Xəbər.